Bakının Nərimanov rayonunda Alliance Development and Construction tikinti şirkəti tərəfindən hündür mərtəbəli bina tikintisi ətraf ərazi üçün təhlükə yaradıb deyə iddia olunur. Tikinti işlərinin aparıldığı ərazidə yaşayan sakinlər buna narazılığını bildirirlər. Dərin qazıntı işləri yaxınlıqdakı evlərə və piyada yoluna ciddi risk yaradıb. Məlumata görə qazıntı prosesindən sonra ətraf tikililərdə çatlar əmələ gəlib. Bəzi ev divarlarında deformasiya görünüşləri, bəzi yerlərdə beton dirəklərdə çatlar yarandığı iddia olunur. Sakinlər bu vəziyyətin tikinti normalarına uyğun olaraq işlərlə bağlı olduğunu iddia edirlər. Onların bildirdiyinə görə qazıntı sahəsinin ətrafında qoruyucu tədbirlər hələ də görülmür. Bu həm piyada hərəkəti, həm də yaxınlıqdakı yaşayış evlərinin dayanığı üçün təhlükə yaradır. Vətəndaşın paylaşdığı videoda da açıq-aydın həmin sözü gedən ərazidəki çatlar diqqətə çatdırılır. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Hər vaxtınız xeyir olsun. Alliance Development şirkəti gördüyünüz kimi heç bir təhlükəsizlik qaydalarına riayət etmədən bu bayram ərəfələrində baxın. Bura su dolub beləcə. Bu ərazidə də bura var, günü-gündən buralar. Burada görürsünüz də su axır buradan. Buradan axıntı suları var ki, axır divarı yuyur. Bu gecə də bu divar sökülüb, görürsünüz də yəqin ki. Bax. Sökülə gedir. Bu dəmirin bu tərəfi də insanların gedib gəldiyi yoldur. İndi o divarın o tərəfində yerin altı necə çat verib göstərəcəm indi bir saniyə. Baxın, gördüyünüz kimi bu yol Nərimanov heykəlindən üzü aşağı gedən yoldur. Bu yoldan insanlar istifadə edirlər. Bu yolun üstündə olan bu da böyük bir binadır. Burada olan bir dənə çata fikir verin. Çat buradan başlayır betonun qırağından. Baxın, gedir üzü, çata baxın, gel-gedə böyüyür. Yəni burada hər an buranın sürüşüb gedmə təhlükəsi var. Yəni burada insanların istifadə etdiyi yoldur ki, görürsünüz də bu çatı düz aşağıya gedir. Bu yol. Bu dəmirlərin də arxasında şirkətin tikdiyi bina.